Və 5 il bundan əvvəl şanlı 2-ci Qarabağ müharibəsi və onun nəticələri haqq ədaləti bərpa etdi, bizim hüquqlarımızı bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, bizim milli layiqiyyətimizi bərpa etdi. Xalqımız qan tökərək öz ərazi bütövlüyünü bərpa edib, Ermənistan dövləti bir qarış, 1 santimetr torpaq qaytarmaq fikrində deyildi. Ermənistanın bütün rəhbərləri, müstəqillik illərindəki bütün Ermənistana rəhbərlik edən şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildi. Biz onları məcbur etdik və xalqımız bütün dünyaya öz gücünü, qüdrətini, güclü iradəsini göstərmişdir. Xalq yumruq kimi birləşdi. Silahlı qüvvələrimiz qəhrəmanlıq, fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin və cəmi 44 gün ərzində Ermənistanı böyür üstə qoyduq. Bugün açdığım Xankəndidəki Zəfər tağının pilləkanlarında da əks olunub. Oraya da əminəm ki, siz və bütün Azərbaycan vətəndaşları gedəcəklər, ziyarət edəcəklər. Bugün ölkəmizdə 2-ci Zəfər tağı açılmışdır Bakıdan sonra Xankəndidə və orada pilləkanların üzərində şanlı zəfər yürüyüşümüzün hər günü təsbit edilib. Və hər gün biz irəliyə gedirdik, hər gün şəhər və kəndləri azad edirdik və heç bir qüvvə bizim qabağımızda dura bilməzdi. Halbuki bizi 44 gün ərzində dəfələrlə dayandırmaq istəyənlər min cür təzyiq, təhdid və təhribat törətməyə çalışırdı və hətta törədirdi. Bizi qorxutmaq, bizi dayandırmaq, bizim şanlı zəfər yürüyüşümüzü yarımçıq qoymaq və münaqişəni əbədi etmək bizə qarşı olan qüvvələrin məqsədi bu idi. Təbii ki, 5 il keçəndən sonra və biz 2023-cü ildə öz suverenliyimizi antiterror əməliyyatı nəticəsində tam bərpa edəndən sonra artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər. Biz onları məcbur etdik. O cümlədən bizim qələbəmizi qəbul etməyənlər, bunu həzm edə bilməyənlər, ermənipərəz qüvvələr məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular. Ermənistan dövləti bu vəziyyətlə barışmalı oldu və vaxtilə buradan uzaqda olmayan Xankəndi şəhərinin stadionunda Qarabağ Ermənistandır və nöqtə deyənlər Qarabağ Azərbaycandır deməyə məcbur oldular. Yəni, öz xoşu ilə yox, məcbur edən də biz olduq. Xalqımız, dövlətimiz. Yəni, bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni, bu bizim şanlı zəfərimizdir və eyni zamanda bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq.